Salamlar, bugün sizinlə 9 və 11-ci sinif buraxılış imtahanın ballarının hesablanması haqqında danışacağıq. Deməli, ən əsaslı 9-ları lazımdır. Hər üç zonanın hər biri imtahandan keçib, imtahan prosesi yekunlaşıb. 11-ci siniflərdə hər iki zona imtahan balları açıqlanıb, düzdür, amma məzunları da düşünmək lazımdır. Eyni zamanda təbii ki, yenə aranızda ola bilər, mənim balım neçə baldır, düzmü hesablanıb, səhvmi hesablanıb və ən əsası həlli tələb olunan suallar. Hər iki sinifdə 9 və 11-ci siniflərə aid nümunələri var burada. Hər iki sinif üzrə həlli tələb olunan suallarda mütləq baxacağıq. Burada geniş biraz izah verəcəyik ki, yəni artıq tələbələr bilsinlər mən necə yazmışam, neçə bal verə bilərlər, tam bal verməlidirlərmi və yaxud da yarı bal mı düşür, gözləntim nə olmalıdır? Bu haqda da özləri götür-qoy eləsinlər. Başlayaq hələ ki qapalı suallardan ballar necə hesablanır? Deməli, təbii ki, ən əsas öz fənnini, tədris etdiyim fənni deyəcəm, riyaziyyat fənnini, amma digər fənlərə də baxıb siz, yəni düsturda, bildiyiniz düsturda, yəni riyaziyyat burada da öz sözünü deyir. Yəni riyaziyyatı bilməlikdir uşaqlar. Deməli, düsturda yerinə yazaraq hesablaya bilərsiniz sərbəst şəkildə. Burada tamla düşür. Təbii ki, kalkulyatorla da hesablamağınız tövsiyə olunur. Çünki belə tam bal çıxmır. Çünki burada biraz onluq kəsirlərə doğru gedir bəzən. Amma başlıq riyaziyyat üzrə cəmi nisbi baldan burada qeyd olunub. Nisbi bal neçədir? 100 bal. Təbii ki, ümumiyyətlə hər bir fən 100 bal olur. Buraxılışda 9 illikdən söhbət gedir uşaqlar. 9-cu sinifdən söhbət gedir. Baxaq riyaziyyatın sual saylarına. Qapalı tipli test 15 ədəddir. Açıq qapalı, yəni cavabı kodlaşdırılan açıq tipli suallar 6 ədəd və həlli tələb olunan suallar isə 4 ədəd təşkil edir. İndi qarşısında biz düsturumuza baxaq görək, düsturda nə verilib. Deməli uşaqlar, siz burada necə hesablayasınız? Elə birbaşa düstura köklənək. Buradan da qeyd edirəm. 15 ədəd qapalı, 15 qapalı. Sonra 6 ədəd açıq qapalı, açıq qapalı. Bir də 4 ədəd ətraflı, həlli tələb olunan. İndi siz uşaqlar burada sual saylarını qeyd elədim. 15 qapalıdan neçə düzünüz var? Tutaq ki 15 qapalıdan sizin var. Məsəl üçün 8 düzünüz. 6 açıq qapalı sualdan var. Məsəl üçün 3 düzünüz. Və 4 həlli tələb olunan sualdan təbii ki, cavabı doğru yazılmaqla sualdan var. Tutaq ki 2 düzünüz. Deməli, burada uşaqlar düsturda yerinə yazacaq. Baxın, indeksində də yazıb açıq yazılı. Yəni açıq tipli sual və yazılı, həlli tələb olunan sual. Biz onu 2-yə vuracağıq, onu da hesablayaq. Olacaq 2 vurulsun, həlli tələb olunan sual 2 idi, 2 vurulsun 2. Üstə gəlsin, sonra indeksində açıq kodlaşdırılan, yəni açıq qapalıdan 3 düzümüz var, elə üzərinə 3 gələcək. Bunu da üzərinə gələcək nə? N-də, yəni qapalılar, sırf qapalıların sayını. Bunu da üzərinə gəlir 8 və bunu vuracaq 100-ə, böləcək neçəyə? 29-a. Bu da bərabərdir. 2 dəfə 2, 4, sonra 3 var, bir dənə də 8 var. Toplayanda eləyəcək neçə? 15. 15 mi eləyir? Bəli. 15 vurulsun 100, bölünsün 29. Təbii ki, uşaqlar, burada biz dəqiqliklə hesablaya bilmərik. Ona görə kalkulyatorla hesablayaq. Təqribən çıxır, burada da təqribi qoyaq. Təqribən çıxır 51,7 bal. Deməli, hər hansısa şagird qapalıdan 8, açıqdan 3 və həlli tələb olunan sualdan ikisini yazarsa, cəmi neçə bal olacaq? 51,7 bal. Qısaca yenə netləşdirək. 15 qapalı sualımız var idi. Tutaq ki, çıxıb 8 sualınız düz. 6 açıq tipli tapşırıqdan açıq kodlaşdırılanda, açıq qapalı sualdan çıxıb 6 sualdan 3 düzünüz və həlli tələb olunan 4 sualdan da ikisini tam doğru yazmışsınızsa, aparıb düsturda deməli açıq yazılı, yəni həlli tələb olunan sualları 2-yə vuracağıq. Olacaq 2 vur 2, 4. Sonra açıq kodlaşdırılan 3 sualını düz yazmışsınızsa 3 yazırsınız və qapalıdan 8 düzünüz varsa 8 yazırsınız və cəmləyib 100-ə vurub 29-a bölməlisiniz. O da olacaq sizin yekunda nə? Balınız 51,7. Yenə bu təbii ki sizin net balınız olacaq, amma orada həlli tələb olunan suallara neçə bal veriləcək artıq orada yoxlayan müəllimdən asılıdır. Ona görə buna biz nə deyəcəyik? Tam dəqiq olmasa da
99% yaxın olan qiymət. Təbii ki, demək olar ki, eyni olacaq. Həlli tələb olunan sualdan asılı olaraq, yenə dediyim kimi, siz tam doğru götürə bilərsiniz, amma ola bilsin ki, oradan bal kəsərlər və yaxud da yarı bal verərlər. Artıq burada biraz bal yuxarı aşağı ola bilər. Amma tam düstur olaraq DİM-in bizə verdiyi düstur bu şəkildədir və biz bu şəkildə hesablayıb öz balımızı 99,9% doğru bilmiş olarıq. Eyni zamanda uşaqlar bir sual neçə baldır deyə sual verirsiniz. Bəzən gəlin yerinə yazaq, hesablayaq uşaqlar. Buranı artıq yəqin ki gördünüz. Buranı silirəm. Buranı siləcəm. Tutaq ki, qapalı sualdan bir doğrum var, qalanlarından 0. Onda aparıb yerinə yazanda olacaq 2 vurulsun 0. Yəni bir qapalının qiymətini hesablayacaq. Üstə gəlinsin 0, bir də üstə gəlinsin 1. Vurulsun 100, bölünsün 29-a. Bu da təqribən bərabər olacaq. Kalkulyatorla yenə hesablayaq. Burada zaten buranın içərisi eləyəcək 1. 1'i 100'ə vuranda eləyəcək 100. 100'ü də böləcək nəyə? 29'a. Bu da təqribən düşəcək 3 tam. Təqribən bərabər 3 tam %44 düşür. Yəni deməli uşaqlar, bizdə bir dənə qapalı sualımız neçə bal olacaq? Elə buradan yazıram. 3 tam %44. İndi isə gəlin, tutaq ki, qapalı sualların sayı 0'dır. Açıq qapalılar 1'dir. Yenə həlli tələb olunan 0'dır. Yenə olacaq 2 vur 0, üstə gələk 1, üstə gəlsin 0. Burada yenə sürətdə 1 olacaq. 1'i 100'ə vuranda 100, 129'a böləndə yenə 3 tam %14. Deməli bir açıq qapalı sualım yenə 3 tam %44 bal verəcək. Tutaq ki, indi bunların hər biri 0'dır. Həlli tələb olunan sualdan bir dənə düzüm var. Onda yerinə yazsaq olacaq nə? Olacaq 2 vurulsun 1, üstə gəlik 0, üstə gəlsin 0. Burada da olacaq 2 vur 100, cavabımız 200 olacaq. Buradan da böləndə 3 tam %44'ün 2 misli olacaq və yaxud da 200'ü birbaşa 29'a da bölə bilərik. Düşəcək 6 tam, təqribən qiymət 6 tam %89 bal eləyəcək. 6 tam onda 9 bal, 7 bala yaxın bir qiymət eləyir. Deməli, bir həlli tələb olunan sualın da doğru bal, yəni doğru yazsaq tam doğru olacaq nə? 6 tam %89 bal. Bu 9-cu sinif üzrə idi. Eyni zamanda keçək, burada həlli tələb olunan suallar bəs necə yoxlanılır, hansı formatda olur? Uşaqlar, deməli burada fikir versəz, hər hansısa bir sual həll eləyiblər. Əslində 9 və 11-ci sinif həlli tələb olunan suallarda yoxlanışında elə ciddi bir belə desək, fərqlilik yoxdur. Nə mənada? Baxın uşaqlar, yazıblar. Burada nə? Məsələn, belə bir sual var, 3 bucaq sualımız var. Burada bizdə həllini necə yazsaq tam bal verərlər və yaxud da 3,2, 3,1 və yaxud da 0 bal nə zaman verilir? Birinci, tutaq ki, belə bir 3 bucaq sualını həll eləmsiz. Yəni, orada median soruşur, oxşarlıqdır. 1 bal nə zaman verilir? Deyir, tapşırığın həll prosesi doğru yazılıb və cavab 21 tapılıb. Yəni, cavab doğru tapılıb. Yəni, sənin həll prosesində doğru olmalıdır, cavabın da doğru olmalıdır. Ona görə biz elə yazsaq, yəni daha doğrusu siz elə yazsanız tam bal veriləcək. Yəni buradan bal kəsilə bilməz. Mümkün deyil. Həll prosesi də doğrudur, cavab da doğrudur. Keçək 3,2 bal nə zaman verilir? Yazılıb buradan tapşırığın həll prosesi. Tapşırığın həll prosesi doğru yazılıb, lakin yol verilən mexaniki səhvə görə hesablama səhvi nəzərdə tutulur. Yəni cavab səhv tapılıb. Deməli həll prosesi doğrudur. Sən tənliyini məsəl üçün doğru qurmusan, məsəl üçün misalı buradakı 3 bucaq misalını yazanda doğru yazmısan, amma texniki səhv eləmisən, cavabı səhv almısan. Onda bu zaman nə verilir? 3,2 bal. Və yaxud da deyir tənbələrin xassəsi ardıcıl 2 dəfə yazılıb, deyir bərabərlik qeyd olunub. Başqa heç bir həlli olmayıb. Məsəl üçün sənə misal verilib, sən misal haqqında müəyyən bir hissəsini, yəni yarıya qədər doğru yazmısan. Cavab almamısan, Yəni yarıya qədər doğru gəlmişsən. Məsələn, düstur yazmısan, sonra düsturda qiymətlərini yerinə yazmısan, amma hesablamamışsan. Ondan sonra eləcə də qalıb. Bu zaman nə baş verir? Yenə 3,2 bal verirlər. Yəni orada ən azından görürlər ki, sən düsturu qeyd eləmsən, verilənləri yerinə yazmısan, yəni əsas yeri qeyd eləmsən, amma sadəcə hesablamamışsan və yaxud da yenə bayaq dediyimiz kimi səhvə yol verilib. Bu zaman nə olacaq? 3,2 bal veriləcək sizin yazı işinizə. 3,1 bal nə zaman verilər? Buradan yazılır. Deyir, tənbələrin xassəsi tətbiq olunaraq bərabərliyindən biri və ya hər ikisi qeyd olunub, lakin həll prosesi səhvdir. Deməli uşaqlar, nə zaman 3,1 bal veriləcək? Elə bil siz misala sadəcə giriş eləmisiniz. Bir var 3,2 balda, bir var deyirdik ki, məsələn düsturu yazmısınız, yerinə qiymətləri yazmısınız, biraz gedişat
misalı belə desək tam yarıya qədər həll eləmisiniz. Bir də deyirik ki, sadəcə məsəl üçün düstur yazmısınız. Sadəcə düsturu qeyd eləmisiniz. Təbii ki, biz dediyimiz məsəl üçündür da. Biz dəqiq hər hansısa bir misal üstündə baxmırıq. Burada hər hansısa bir misalın həlli verilib, ona uyğun danışırıq. Yəni buradakı yazılardan nəticə çıxardırıq. Və yaxud da məsələn hər hansısa bir düstur yazmısınız. Və yaxud da oxşarlıqsa eləcə oxşarlığın nisbətlərini yazmısınız. Məsələn bu halda nə olacaq? Məsəl üçün tutaq ki, tənliklər sisteminə aiddir sual. Sən hər tərəfini tutaq ki 2-yə vurmusan, y-lərin əmsalları plus minus eyniləşib, amma alt-alta toplayıb məsəl üçün həlli davam elətdirməmsən. Amma eyniləşdirmirsən məsəl üçün. Yəni misalı elə bil giriş eləmsən. Onda bu zaman müəllim görür ki, sən həqiqətən nəsə bilirsən, ya zamanın çatmayıb davam elətdirməmsən, ya da belə desək, misalı tam başa düşməmsən. Amma müəyyən bir hissəsini giriş eləmsən, yazmısan. Ya düsturu qeyd eləmsən, məsələn oxşarlıqsa uyğun nisbətləri yazmısan sadəcə. Bax buna artıq nə olacaq? 3,1 bal veriləcək. Qalan bütün hallarda burada qeyd olunub. Bu nə idi? Başqa tapşırığın həlli yazılıb. Təbii ki, bu yol verilməzdir. Məsələn 79-cu suala gətirib 80-ci sualın həllini yazasan, təbii ki, bu doğru deyil axı. Sonra bu səhv qeyd olunur, yəni 0 balla qiymətləndirilir. Deyir, təmbölən xəstəsi tətbiq olunan üçün həll prosesi davamı səhvdir. Yəni burada nə demək istəyir? Yəni onu demək istəyir ki, uşaqlar, siz elə bil misal verilib, məsəl üçün hər hansısa bir deyir 2 üstəgələ 2 çıxılsın 6-nı hesabla. Elə bil sən durub şərti köçürtmüsən. Məsələn 2-nin üstünə 4 gəlmisən, yazmısan məsəl üçün 7, ondan da 6 çıxıb məsəl üçün yazmısan 12. Yəni ümumiyyətlə sən nə etmisən? Tamamilə misalı səhv yazmısan, səhv həll eləmisən. Yəni ümumiyyətlə gedişat deyilən bir şey yoxdur, ümumiyyətlə səhvdir. Sadəcə verilən xassəni qeyd eləmisən. Yəni gedişat da səhvdir və yaxud da artıq heç nə yazmamısan. Buna isə 0 bal verilir yenə. Birbaşa cavab yazılmalı yəqin ki, hamıya məlumdur. Bu da səhvdir. Yəni zaten bir dənə xassə yazmaqla bir dənə cavab yazmaq arasında elə çox da fərq yoxdur. Birbaşa cavab yazılıbsa bu 0 baldır. Sonra yazılıb nə? Yalnız müəyyən düsturlar yazılıb hesablama prosesi yoxdur. Digər bütün hallarda. Yəni sadəcə verilənləri qeyd eləmək yəni kifayət eləmir. Məsəl üçün ən azından düstur yazdın, orada qiymətləri yerinə yazıb nəzərə almaq lazımdır. Və yaxud da ki, düstur yazdın, ən azından yarıya qədər doğru həll eləmək lazımdır, 3,2 bal. Və yaxud da doğru yazdın, cavabı da doğru aldın, artıq burada tam bal veriləcək. Yəni ümumi götürsək, sizə misal verilib, məsələn həcmi tapmaq, sadəcə həcmin düsturunu yazmaq sizə kifayət eləmir. Və yaxud da ki, düstur yazıb qalanını səhv yazmaq sizə kifayət eləmir. Bu 0 baldır. Birbaşa cavab yazmaq bu 0 baldır. Məsələn, düsturu yazarsan, verilənləri yerinə yazarsan, buna 3,1 bal verilə bilər. Hər hansısa bir hissəsini taparsan. Və yaxud da 3,2 bal nəyə veriləcək? Sən düsturu qeyd eləyərsən və yaxud da orada hündürlük oturacağın sahəsini taparsan, yəni misalı biraz həll eləyərsən, biraz irəli daşıyarsan, buna artıq veriləcək 3,2 bal. Yox, proses tam, düstur tam qeyd olunub, oturacağın sahəsi hündürlük tam qeyd eləyib, həll prosesi doğru, cavabı doğru almısansa, artıq buna tam bal veriləcək. Bu da belə. Yenə dediyimiz kimi, yəni sən tam doğru yazarsan, hər hansısa bir problem olsa, artıq orada bal kəsiləcək və yaxud da giriş eləmisənsə misala, yenə həll prosesində səhvlik varsa, 3,1 bal, qalan bütün hallarda yenə danışdığımız kimi təkrar eləməyək, 0 balla qiymətləndiriləcək. 11-ci sinifdə də proses eynidir. Burada zəraət sual var. Məsəl üçün deyir ki, həll üsulu yazılmaqla doğru cavab tapılıb. Yəni həm həll üsulunu yazmısan, həm də cavabı doğru tapmısan. Yəni buna heç kim bal kəsə bilməz. 3,2 bal nəyə verilir? Oxuyaq. Deyir, həll prosesi düzgün qurulub, qırmızı, yaşıl, sarı üzlərin düşmə ehtimalları tapılıb. Yalnız mexaniki səhv var. Yenə bayaq dediyimiz kimi, yəni 11-lərdə də elə fərqli bir şey yoxdur. Sən misalı tam doğru yazmısan, sadəcə hesablayanda texnik səhv eləmisən. Buna 3,2 bal verilir. Sonra 3 müxtəlif rəngin düşmə ardıcılığı düzgün göstərilib. Yəni bu da onun kimidir. Yəni sən misalı tamamilə doğru eləmisən, sadəcə yekunda texniki bir səhv eləmisən və yaxud da yekunda bir dənə hesablamanı unutmusan. Buna 3,2 bal verilir. Amma digər bütün proseslər, misalı yarıdan çoxunu artıq həll eləmisən, elə bil o yemək bişib gəlir, qabağına qoyulur, bir dənə yemək qalır, onu artıq yeyə bilmirsən də, belə desək. Ona görə artıq sənin oradan birazca balından kəsirlər, 3,2 bal verirlər. Təbii ki, burada səhvliyə yol verdiyin üçün. 3,1 bal yenə nəyə verilir? Deyir, həll prosesinin hər biri düzgün tapılıb. Düzgün tapılıb, məsələn, yalnız ehtimallar tapılıb, deyir hesabına və ya yalnız ardıcıllıq sayı 6 olduğu qeyd olunub, həll prosesinin davamı səhvdir və ya yazılmayıb.
Məsəl üçün burada ehtimala aiddir. Tutaq ki, hər hansısa birinin və yaxud da ikisinin ehtimalını tapmısan, amma digərini tapmamısan və yaxud da ki, davam elətdirməmsən, proses səhv davam eləyib. Artıq burada belə desək, yenə misala giriş eləmiş olursa, müəyyən bir hissəsini, az bir hissəsini tapsan, amma geri qalan səhv olduğu üçün və yaxud da yazmadığın üçün buna artıq nə verəcəklər? 3,1 bal. Yenə başqa tapşırığın həlli yazılıb. Eləcə səhv oxuyuram. Başqa tapşırığın həlli yazılıb 0 baldır. Birbaşa doğru cavab yazılıb 0 baldır. Digər bütün hallarda da sənə 0 bal veriləcəkdir. Yəqin ki, azdan çoxdan artıq bildiniz ki, meyarlar hansı şəkildə hesablanır. Bu 9-cu sinif oldu. İndi isə buradan biz baxaq nəyə? 11-ci siniflərin balları necə hesablanır? Riyaziyyata baxaq. Riyaziyyatdan bir dəqiqə uşaqlar. Riyaziyyatdan neçə qapalı tipli sual olur? 13 ədəd burada verilib. Sonra kodlaşdırılması tələb olunan açıq sual 5-dir və ətraflı şəkildə yazı tələb olunan sual isə 7 ədəddir. Düsturumuzu biz burada görürük. Yenə buradan yazaq. Deməli 13 qapalı. Buradan yazıram. 13 qapalı. Sonra kodlaşdırılması tələb olunan açıq sual, deməli 5 ədəd kodlaşdırılması tələb olunan sual, bir də 7 ədəd həlli tələb olunan sual. Bu da belə. İndi hesablayaq. Tutaq ki, 13 sualdan 11-ci siniflərə aid deyil, məzunlara. 13 sualdan tutaq ki, 9 düzümüz var. 5 açıq qapalı suallardan, yəni kodlaşdırıla bilən açıq suallardan tutaq ki, olsun 3 düzümüz. 7 həlli tələb olunan sual, ətraflı yazı tələb edən sualdan da 7-sindən tutaq ki, 5-i doğrudur. Onda bizim balımız nə olacaq? Buradan baxın, yerinə yazıb hesablayacağıq. Deməli, bu bizim balımızdır uşaqlar. Hesablanmaz. Bizim düsturumuz olacaq, bax bu. Deməli, onu da hesablayaq. Bir dənə də 11-lər üçün hesablayaq. Olacaq 8-də 25 vurulsun, 2 vurulsun. Açıq yazılı olan hansıdır? Həlli tələb olunan. Yəni yazılı tələb olunan. 5 dənə idi. Vururam 5-ə 2-ni. Üstə gəlsin 9 dənə, 3 dənə açıq kodlaşdırılan idi. Bir də 13 ədəddə qapalı. Yox, 13 ədəd yox. Daha doğrusu 9 dənə düzümüz çıxmışdı. Tutaq ki, təbii ki, məsəl üçün yazır. Bunu hesablamalıyıq. Bu da bərabərdir. Hesablayanda olacaq 8-də 25 vurulsun. Bu eləyəcək 10, 13, 9 da bu nə eləyir? 22. Buradan yazıram 22. Təbii ki, bunu da yenə təqribən hesablayacağıq. Kalkulyatorla hesablayaq. Bəli, təqribən düşəcək 68 tam %75 bal. Deməli, sizdə 13 qapalıdan 9 düz, 5 açıq kodlaşdırılan sualdan 3 düz və həlli tələb olunan sualdan 5 düzünüz olsa, cəmi 68 tam %75 bal qiymət hesablanır, yəni balınız olacaqdır. Burada yenə 1 bal nə qədərdir? Bunu da hesablaya bilərik. Yəni burada bəsitdir. Yəni neçə düzünüz çıxıbsa, düsturda yerinə yazırsınız, cavabı alırsınız. Buranı silək. Tutaq ki, qapalı suallardan 1 düz, digərlərindən 0 düzdür. Onda yerinə qoyanda olacaq 8-də 25. Burada olacaq 2 vurulsun 0, üstə gəlsin 0, üstə gəlsin 1. Bərabər eləyəcək nə? 1 vur, elə bunlar 0 eləyir, 1 qalır. 1 də 8-də 25-ə vuranda elə 8-də 25 eləyir. Bu da təqribən bərabər. 25-i də 8-ə böləndə, qoy tamınla deyəcəm, elə bölüb. Deməli, 25 böl 8. Düşür nə qədər? 3 tam %12. Təqribən 1 qapalı sual oldu. 3 tam %12 bal. Sonra keçək, tutaq ki, bizdə verilib nə? Açıq kodlaşdırılan bura 0-dır, açıq kodlaşdırılan 1 baldır. Yenə həlli tələb olunan 0-dır. Onda olacaq 2 vurulsun 0, üstə gələk 1, üstə gəlsin 0. Yenə eyni qaydada olacaq. 25 vur 1 eləyir. Yəni 25-i böləcəm 8-ə. Təqribən yenə eyni bal çıxacaq. Olacaq 3 tam %12 bal. Açıq kodlaşdırılması tələb olunan sual. İndi tutaq ki, bu ikisi 0-dır. Həlli tələb olunan sual 1-dir. Yəni 1 düzümüz var. Olacaq 2 vurulsun 1, üstə gələk 0, üstə gələk 0. Bu da bərabər də olacaq 2 mötərizəni eləyir. 25-ə vuranda 50. 50-ni böləcəm 8-ə. Bu da bərabərdə eləyəcək. Bunu 2 misli eləyəcək də. Təqribən 6 tam %25 bal eləyir. Deməli, bir dənə həlli tələb olunan sual
olacaq 6,25 bal. Bu şəkildə də vurub hesablaya bilərsiniz və yaxud da düsturda yerinə yazıb yenə hesablaya bilərsiniz. Balların hesablanması bu qədər. Hər hansısa bir sualınız olsa yenə şərhlərdə qeyd eləyərsiniz. Biz cavablandırarıq. Sağ olun, özünüzə yaxşı baxın. Telegram kanalından da abunə olarsınız. Yəqin ki, bu balların hesablanmasını da ataram ora, yenə oradan hesablayıb öz balınıza baxarsınız. Yenə qeyd etdiyimiz kimi həlli tələb olunan suallar həm 11-ci sinif, həm də 9-cu sinif üçün burada bayaq qeyd elədik. Proses necə gedir, necə yazmısınızsa ona uyğun ballar veriləcək. Yəqin ki, hal-hazırda siz beyninizdə fikirləşdiniz ki, neçə bal verilər bizə və yaxud da ki, balımı kəsiblərmi, çoxmu veriblər? Bu haqda artıq özünüz götür-qoy eləyərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm sizin üçün faydalı oldu. İzləmədə qalın.